İbrahim müəllim, sizin Qaraqoyunlu inşaat şirkətinizin ev təmiri üçün paketləri varmı? Adətən müştəriyə o vaxt qiymət deyirik ki, müştərinin hər hansı bir dizaynı hazır olur interyerlə bağlı. O zaman material işçilik qiymət deyirik. Yox, əgər müştərinin hər hansı bir dizaynı və s. yoxdursa, biz müştəriyə ilkin olaraq işçilik qiymətini 1 kvadrat metr üzərindən müştəriyə təqdim edirik. Bunu da biz 160 AZN minimum, 260 AZN maksimum olaraq götürmüşük ortalama. Təmir paketinin təyinatına görə, məsəl üçün klassik ola bilər, avangard ola bilər, elegant ola bilər və s. Bunlara görə o qiymət fərqləri yaranır. Ancaq dediyim kimi müştərinin hər hansı bir interyerlə bağlı dizaynı olandan sonra biz material təsnifatını müştəri ilə razılaşdırılmış şəkildə çıxardandan sonra müştəriyə işçilik və material daxil qiymət təklif edə bilirik. Ancaq yenə deyirəm, iki hal olmadıqda, material təsnifatı və interyer dizaynı olmadığı halda müştəriyə material işçilik qiymət demirik, ancaq işçiliyi qiymət olaraq təklif edirik və sonrakı mərhələdə də material təsnifatı tam ortaya çıxandan sonra paket ortaya çıxır. Qaraqoyunlu inşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.